Çalanıya məbikəsi mənşəhətini istaydı. Gələcəyin ulduzları çempionatında Qafqaz və Araz Bakı komandaları qarşılaşacaq. Hər iki komandaya uğurlar arzu edirik. İndi isə sizinlə heyətləri bölüşək. Qafqaz komandasının heyəti Salih 44 nömrə, Səyid 6, Kapitan Yusif 8, Ağa 21, Hüseyin 2, Malik 11, Rıza 19, Araz Bakı komandasının isə heyəti Yusif 3 nömrə, Fərman 9, Kapitan Əbilfəz 4, İbo Qapçı 1 nömrə, Niko 5, Toğrul. İndi isə heyətlər sizinlə bölüşün. Kəm Fərman qola imza atır. Toğrul 14, Bünyamin 7. Hər iki komandaya uğurlar arzu edirik. Fərman presing edərək topu qazanır. Yusifin zərbəsi və hesab 2-0 olur. Oyuna başlamaz. Hesab 2-0. Araz Bakı 2, Qafqaz 0. Ümid özü irəliyir, zərbəsi bu. Topu çıxarır. Ümid zərbəsi top qapının yanından keçir. Malik satır meydana saxlayır. Fərman özü irəliyir. Qalanlar arasında Hüseyin imkan vermir. Səyid digərinə oynayır. Malik topladı. Ötürməsi yaxşı olur amma son anda Yusif. Kemal. Hüseyin İçəriyə doğru açılır. Zərbə Malikdən imkan vermədi Araz Bakı komandasının oyuncuları. Malik zərbəsi yenə də İbo çıxarır. Malik ayala oyna. Malik Zərbə Malikdən Yusif topu çıxarır. Ana Mancancho. Yakın durun. Bir topuş bu. Yakın durun. Sərbəst zərbə qeydə alınır. Ümid zərbəsi Əbilfəzdən meydanı tərk edir. Üstdən zərbə yerinə yetirir Malik. Uzun ötürmə. Fərman imkan vermir. Özü irəlilədi. Yaxşı keçdi bir rəqbini ötürməsi də. Yaxşı düşünülmüş Nihat istiqamətində bərk alınır bir qədər. Malik yaxşı keçdi orada. Nihat hələ də top ondadır. Ötürməsi etdi amma Hüseyin imkan vermir. Out Araz Bakı komandasının əleyhinə. Səyid Ümid Əbilfəz Səyiddən uzun ötürmə. Yusif imkan vermir. Fərman özü irəliyir. Ötürməsi yaxşı alır Nihat. Topana çatmamışdan əvvəl Hüseyin topa toxunur. Uzun ötürmə. Başla zərbə. Salih topu tutur. Hüseyin neden Salih. Out gerisinde Səyid. Fərman Öncəsinə Yusif İbo zərbəsi top qapının yuxarısına düşəlir.
Ümid. Fast. Çıxarır, risk etmir. Zərbə, top qapının qarşısına düşəlir. Out. Qafqaz komandasının əleyhinə. Ümid. Digərçinə oynayır. Malik yaxşı keçdi orada. Səyid. Nihat imkan vermədi ona. Ötürmə. Yola. İndi edir ötürməsi. Fərman. Zərbəsi imkan vermədi Hüseyin. Nihat. Malik. Nihat. Fərman. Nihat. Meydana saxlayır. Ötürməsi yaxşı alın. Nihat. Yaxşı keçdi bir rəqbin. Zərbəsi. İbo topu çıxarır son anda. Qaptan zərbə yerinə yetirir. Qafqaz komandası. Fərman zərbəsinə son ana imkan vermədi Səyid. Malik özü irəli. Amma Yusif imkan vermir. Yenidən Malik. Zərbəsi son ana Yusif. Qapının içərisindən çıxarır. Fərman. Qapıla üzbə-üzdür. Zərbə və gol. Fərman. Hesabını 0 edir. Araz Bakı 3, Qafqaz 0. Səyid. Yeniden Səyid. Təzyiq edən oradan Yusif. Qayda pozulur, daha doğrusu out. Qeydə alınır. Qayda pozulur. Səyiddə bir vaxtça qapıya zərbə. Top qapının yanından keçir. Əbülfəzdən uzun ötürmə, yaxşı onlar. Malik pressing yaxşı alınır. Play. Səyid. Zərbəsi. İbo topu tutur. Səyid. İçəriyə doğru ötürmə. Fərman. Zərbə, top qapdan azadlıq yan keçir. Malik. Yaxşı çöndü orada, amma Yusif imkan vermir onun irəliləməsinə. Ötürmə də yaxşı alır. Nihat. Zərbə. Son ana Salih. Topu çıxarır. İçəriyə doğru ötürmə. Bülfəz. Topu da Salih. Topu tutur. Uzun ötürmə. Bülfəz. Çıxarır. Yusif. Adaşı ona təzyiq edirdi. Digərcinə oynuyor. Nihat. Zərbəsi və
Gücdən zərbə, toxunuş var deyir. Oyunun hakimi Orxan. İçəriyə doğru ötürməz. Salih top tutur. Həmən oyuna başlayır Malik. Qapçı da üzbə üzdü. Amma İbo imkan vermir. Top elə İbo'nun özündən meydanı tərk edir. Topun gerisinə Malik. Seyid. Özü irəliyir. Zərbəsi. İbo topu tutur. Yusif. Uzun ötürmə. Yaxşı alın Nihat istiqamətində. Nihat yaxşı ram etmişdi amma irəliləməsinə imkan vermir. Seyid. Seyid ən geri oynuyor. Salih. Ortaya ötürmə yaxşı düşünülmüşdü. Yaxşı alınır. Hüseyin. Ona qarşı təzyiq edir Fərman. Bu komandası üçün qazanır. Zərbəsiz imkan vermədi Hüseyin. Yusif. Orada anlaşılmamazlıq var idi bir anlıq. Təhlükəli ola bilərdi. Qafqaz komandası üçün. Topun gerisində Yusif içəriyə doğru ötürmək. Geri oynamağı düşündü. İbiyə qarşı təzyiq var. Seyid. Zərbə endirməsinə imkan vermədi Yusif. Ortaya etmə Seyiddən zərbə. İbo top çıxarır. Yusif. Üstdən zərbə. Qeydə alınır. Geri oynuyor. Seyiddən zərbə və İbo son anda çıxarır. Malik. Buradan zərbə yox. Toxunuş var deyir oyunun hakimi Orxan. Gücdən zərbə qeydə alınır. İçəriyə doğru ötürmə. Hüseyin. Zərbə endirməsinə imkan vermir Toğru. Malik. Özü irəliyir. Ötürməsində etdi amma son anda Əbülfəz imkan vermədi və Malikə qarşı qayda pozulur. Topun gerisinə Seyid. Birbaşa qapıya zərbə endirmə olar. Zərbəsi və mükəmməl gol. Seyid hesabı 3-1 edir. Arazbakı 3, Qafqaz komandası 1. Əbülfəz. Fərman yaxşı söndü orada. Zərbəsi və Salih. Topu çıxarır. İçəriyə doğru ötürmə. Toxunan yoxdur orada. Üstdən zərbə. Xeyr, qapıdan zərbə deyir Orxan. Oyunun hakimi. Dünyamına qarşı təzyiq var. Malik topu qazanır. Zərbəsi və top qapdan azacıq İran keçir. Doğru. Öz irəliyir. Zərbəsi və Salih topu çıxarır. İçəriyə doğru ötürmə. Əbülfəz zərbə endirə bilmir. Salih topu tutur.
Ferman Rıza təzyiq edir orada. Zərbə yenə də Salih topu çıxarır. Əbil Fözdən zərbə. Top qapının yuxarısına düşər. Bünyamin geri oynuyor. İbo riskli alınmıştı. Yusif ram edə bilsəydi o əkədə qolla nəticələnə bilərdi. Ama top elə Qafqaz komandasında qalmışdı. Yusif zərbəsi top 9'un yanından keçir. İbo riskli hərəkətlər, top Yusifdən meydanı tərk edir. Fermandan zərbə, Salih top tutur. Doğru ən geri oynuyor Ümid. Daha doğrusu İbo topu çıxarır, risk etmir. Malik digərsini ötürmə yaxşı alınır. Rıza onunla Malik zərbə. Doğru blok koyur orada. Ferman zərbə. Top qapıdan xeyli aralı keçir. Doğruluğunu irələməsinə imkan vermədi Bünyamin. Onun irələməsinə Malik imkan vermir. Out top elə Malikdən meydanı tərk edir. Yusif ötürməsi yaxşı alınır. Yusif Nihat daha doğrusu zərbəsi xeyları o keçir. Rıza Ümid ara ötürməsi imkan vermədi Yusif. Nihat Yusifdən zərbə ulaq qoyur Seyid. Nihat Yusif içəriyə doğru ötürmə. Ümid qarşılayır. Qapıya zərbə. Qapıdan xeyli aralı keçir və bir elə ilk hissə sona çatır. İkinci hissədə görüşmə ümidi ilə. Yusif Ümid Ferman yaxşı çıxdı orada. İçəriyə doğru ötürmə. Niyaz zərbə və qol. Hesab 4-1. Araz Bakı 4, Qafqaz 1. Ferman topu kazanır. İbo meydana saxlaya bilmədi Yusif. Hüseyin ən geri oynuyor. Uzun ötürmə. İbo topu tutur. Doğru. Bünyamin Özirəli Sağlamlar Malik Qapçı əzbər üstü zərbə və qol Malik
Hesabı 4-2 edir. Araz Bakı 4, Qafqaz 2. Nihat. Yusif, yaxşı seçdi oradan. İçəriyə doğru ötürmə. Qaydan zərbə. Salih topu çıxarır. Yenidən zərbə. Hüseyin imkan vermir. Üçüncüdən zərbə qeydə alınır. İçəriyə doğru ötürmə. Salih çıxarır. Fərman. Geri oynuyor. Yusif'ten zərbə və mükəmməl gol. Hesab 5-2. Araz Bakı 5, Qafqaz 2. Ümit. Yusif. Yaxşı keçdi orada. Təzyiq edir ona Malik. Ötürməsi yaxşı alınır. Nihat. Qaptan zərbə qeydə alınır. Daha doğrusu qaptan zərbə qeydə alınır. Hüseyin. Malik ötürmə yaxşı alınır. Yusif. İmkan vermədi onun alaşı, onun irəliləməsinə. Malik top tutarı Fərman başla zərbə. Onun yanına keçir. Hüseyin. Malik. Atırmaya yaxşı alınır Yusif. Zərbəsi alınır bir qədər. Zərbə top qapdan. Azadlıq bir an keçir. Hüseyin. Fərman. Zərbəsi Salih son ana çıxarır. Yenidən Fərman. Zərbə və gol. Hesab 6-2-dir. Araz Bakı 6, Qafqaz 2. Zərbə və gol. Malik. Hesabı 6-3-dir. Araz Bakı 6, Qafqaz 3. İbo.
Ümid. Yaxşı alınır Yusif. İbo imkan vermir və qayda pozulur. Penal qeydə alınır. Topun gerisində Seyid. Seyid zərbəsi və gol. Hesab 6-4. Araz Bakı 6, Qafqaz 4. Hesabçı topa yenir. Toğrul geri oynuyor. Yusif təzyiq edir orada. Adaşı ona. Nihat geçməyə çalışır. Yaxşı sıyrılır orada. Ötürməsi də yaxşı olur. Əbülfəz qapçı dəstəzdür. Ötürməsi səliqəsini alınır. Əbülfəz. Uzun ötürmə. Ümid toxuna bilmir. İbo topu tutur. Ümid zərbə. Top qapdan yan keçir. Bünyamin geri oynuyor. Yusif'ten zərbə. Top qapının yuxarısına atış gəlir. Malik özü irəli. Yusif'ten zərbə. Top qapının yuxarısına atış gəlir. Goalkeeper İbo topu tutur. Daha doğrusu qapçı. Nihatdan zərbə. Top qapının yanından keçir. Yusif zərbə. Qapçı tutur. Qapıdan başlayır İbo. Toğrul. Yusif. Ötürməsinə imkan vermədi Hüseyin. Öz irəli. Bünyamin qapçı əzbə üstü. Zərbə və gol. Hesabı 7-4. Hesabı 7-4. Arazdakı 7, Qafqaz 4. Geri oynuyor Salih. Malik imkan vermədi Toğrul. İbo topu çıxarır. Seyid topu meydana saxlayır. Toğrul təzyiq edir ona. Qayda pozulur Seyidə qarşı.
Kapıya zərbə. İboh topu tutur. Fəs, özü irəli. Ötürmə. Zərbə indirməsinə imkan vermədilər Yusuf Malik, özü irəli. Zərbəsi və İboh topu tutur. Bünyamin'dən zərbə, Salih topu çıxarır və belə oyun başa çatır. Arazbaşı komandası qələbə qazanır. Arazbaşı 7, Qafqaz 4 gələn görüşlərə görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.